2 dənə porno sayt var. O 2 dənə porno sayt ilk 10-luqdadır Azərbaycanda girilən. Bronki formaya çevrilmiş cinsi infeksiyada cinsi zəiflik yaradır. Xanımlar çox gözəl görsənir. Testosteronun azalmasının əsas faktorlarından biri mütləq PCR yaxma olmalıdır. Qaraciyər sirrozuna aparır. Maarifləndirici video ilə qarşınızdayıq. Yəni bir saçdan ötürü həyatı məhv eləməyə dəyərmi? Salam dostlar, hər vaxtınız xeyir olsun. Demə YouTube kanalından salamlayıram sizi. Mən Bahadur Seyidov. Bugün kişilər üçün bir müsahibəmiz olacaq, cinsi zəifliklər və müsahibəni baxmağa başlamazdan əvvəl bəyənsəniz daha çox adama çatar, faydası toxunar. Bugünkü müsahibimiz androloq Azər Mirzəyevdir. Azər bəy, xoş gəlmisiniz, necəsiniz? Xoş gününüz olsun, sağ olun, yaxşıyıq, dəvət üçün də təşəkkür edirəm sizə. Azər bəy, siz həm də dəri xəstəlikləri üzrə mütəxəssissiniz. Dəri zöhrəvi həkimi, yəni dermatoveneroloq elmin adı belədir. Ümumiyyətlə, yəni ki, həm dəri zöhrəvi xəstəliklərin müalicəsi, həm də bir androloq kimi kişilərin cinsi sferada olan problemlərinin müalicəsi ilə məşğulam. Əvvəl deyəsən elə bu Sovet dövründə elə həm də bu işlərlə andrologiya, yəni dermatoloqlar məşğul olurdu, dəri zöhrəvi. Əvvəllər dəri zöhrəvi həkimləri, uroloqlar bu işlə məşğul olurdular. Amma son andrologiya ayrı bir sahə kimi. Andrologiya son 20 ildə belə daha aktiv artıq fəaliyyət göstərir. Çünki onu kişilərin problemini həll edən bir həkim kimi bir sferaya ayırıblar və bu da konkret olaraq bu işlə uroloqlar və dermatoveneroloqlar məşğul olurlar hal-hazırda. Bu gün istəyirəm biz cinsi zəifliklərdən danışaq. Çünki bizim yaxınlarda kanalımızda bir video paylaşdım. Bitki tərkibli bir məhsulun tanıtımı idi. Orada çoxlu müraciətlər oldu. Mən belə başa düşdüm ki, bu problem çox geniş yayılıb. Bu cinsi zəifliklərin əsas səbəbləri hansılardır? Ümumiyyətlə, cinsi zəiflik son 15-20 ildə çox cavanlaşıbdır. Yəni ki, qabaqlar, məsələn, bizə müraciət edən pasiyentlərin çoxu 50+, yəni 50 yaş üstü olan kişilər idisə, indi biz artıq 30 yaşında, 35 yaşında da bizə müraciət edən pasiyentləri görürük və burada da səbəb müxtəlif olur. Adətən bu prostat vəzinin iltihabı xəstəlikləri ilə əlaqədar olur. Bəzən cinsi infeksiyaların fəsadları kimi ortaya çıxır. Bəzən həmin insanın sinir psixoloji durumunda yaranan problemlərlə əlaqədar ortaya çıxır bu problem. Cavan yaşlarda əsasən bu sinir mənşəli elektrik disfunksiyalara biz rast gəlirik. Yəni onlarda inamsızlıq, özgüvən olmaması və yaxud partnyorla aralarında olan bir münaqişə və yaxud da ki, anlamsızlıq nəticəsində bunlarda cinsi zəiflik formalaşır. Buna görə də bu elektrik disfunksiyanın bu formaları içərisində ən çətin müalicə tabi olunan məhz nevrogen mənşəli, psixoloji mənşəli cinsi zəiflikdir ki, bu pasiyentlərlə uzun müddət işləmək məcburiyyətində qalırıq. Çünki onların beynində olan o mərkəzin sönməsi, yəni ki, özünə inamın bərpa olunması üçün bu insanları yenidən cinsi fəaliyyətini normal hala gətirmək üçün həm androloq, həm də psixoloqun köməyinə ehtiyac olur. Baxın, indi dövr zaman sürətlə inkişaf eləyib. İndi cavanların bir çoxları pornoqrafik videolara baxırlar falan, bəsməkan və yaxud da ki, hər şey əlçatan olduğuna görə bəlkə bu psixoloji problemlər artıb. Yəni, həm o pornoqrafik videolara baxılması, həm belə deyək də, partnyorun asan əldə edilməsi, asan tapılması, bu kimi problem, arada məsələn sevgi hissinin olmaması, yəni müvəqqəti yaxınlıqların bu problemə səbəb ola bilərmi? Ümumiyyətlə, cinsi zəiflik bütün dövrlərdə olubdur. İstər ki, 30 il, 50 il bundan qabaq, istərsə də hal-hazırdakı devirdə. Fərq ondan ibarət olub ki, onda cinsi zəiflik problemi olan insanlar daha çox onlar utanırdılar həkimə müraciət etməyə, bu problemin həlli üçün çalışmağa. Bu qədər geniş müraciətlər yox idi. Müraciət yox idi. Var idisə o insanlar
gizli şəkildə bunu hər hansı bir dərman, türkə çarə vasitəsilə istəyirlər həll edəsinlər. Çox vaxt bu da öz həllini tapmırdı və onlar ömür boyu bu problemlərlə yaşayırdılar. Ancaq indi biraz vəziyyət başqadır. İstər o zəifliyin meydana çıxmasında əmələ gələn problemlər, yəni istər bunun sosial şəbəkədə bu insanların müxtəlif pornoqrafik videolara baxmaları, istərsə də müəyyən şəkillərə baxmaları daha aktivdir. Yəni bizim gənclər, yeniyetmələr, cavanlar buna meyl göstərirlər bu yaşlarda və bu da onların gələcəkdə cinsi zəifliklə qarşılaşmağa gətirib çıxaracaqdır. Çünki virtual, onlayn şəkildə öz fizioloji problemlərini həll etməyə cəhd göstərmələri, bu hamısı müəyyən bir fantaziya üzərində qurulur və bu real deyil. Və bu real olmaması da həmin insanların, həmin o gənclərin psixologiyasına çox mənfi təsir edir və onlar xəyallarında qurduqları hər hansı bir fantaziyanı, erotik bir fantaziyanı reallaşdırmaqda gələcəkdə çətinlik çəkirlər. Çünki bir də məsələn indi bu Instagramda və yaxud da TikTokda olsun və yaxud da hansısa sosial şəbəkədə olsun, belə deyək də, yəni effektlərlə, falanlarla, bəsməkanlarla xanımlar çox gözəl görsənir. Amma real həyatda bəlkə də qarşılaşanda onu tapa bilmirlər. Xəyalındakı adamın bu olduğunu demirlər. Bəlkə də mən belə düşünürəm ki, bəlkə də bu da hardasa təsir eləyir. O filmlərə, o effektlərə allanırlar insanlar. Təbii ki, doğru buyurursunuz. Çox təəssüf ki, bizim gənclər, cavanlar bəzən o real həyatı xəyal dünyası ilə səhv salırlar. Çünki onların kinofilmlərdə, televiziyalarda gördükləri müəyyən xanımları öz beyinlərində fantaziyalarına canlandırmaqları, eyni zamanda gördükləri o hansı yaraşıqlı, özlərinə müəyyən bir necə deyərlər, effekt vermiş xanımlar ki, hansı ki, bunlar tez-tez videolarda qarşımıza çıxır və eyni zamanda əxlaqi prinsiplərdən uzaq olan müəyyən bəzən şəkillər də, videolar da bu qarşıya çıxır istər-istəməz. Yəni ki, burada həmin ona baxan insanların, ən çox da bizim yeniyetmələr, gənclərin psixologiyası pozulur. Qarşıya çıxır dediniz, mən alexa.com saytı var. Orada o saytda Azərbaycanda ən çox girilən 10 saytın siyahısında 2 dənə porno saytı var. 2 dənə porno sayt ilk 10-luqdadır Azərbaycanda girilən. Yəni bu qadağa deyil də, yəni bəzi ölkələrdə buna VPN ilə girirlər, amma bizdə yəni kifayət qədərdir, yəni bunların istifadəsi. Yəni, çox təəssüf ki, bu kimi videolar bizim ölkəmizdə də rast gəlinir, bu sosial şəbəkələrdə. Məncə bunlara müəyyən qadağalar qoysa yaxşı olar, çünki gənc nəslin gələcəkdə intim cinsi problemlərinin olmaması üçün bunların vaxtında qarşısı alınmalı və yaxud da ki, müəyyən maarifləndirici söhbətlər, videolar olmalıdır ki, onlar buna baxmasınlar. Bu proses ailədən başlamalıdır, eləcə də məktəbdə, universitetdə davam eləməlidir ki, bizim yetişməkdə olan gənc nəslimiz korlanmasın. Yəni, məhz Azərbaycanın gələcək genofondu məhz o gənclərin üzərindədir. Maraqlanmısınız ki, ümumiyyətlə, məsələn, orta məktəbdə və yaxud da universitetlərdə cinsi tərbiyə ilə, cinsi maarifləndirmə ilə bağlı dərsliklər varmı, dərs keçirlərmi? Yəni, mən rast gəlməmişəm. Yəni. Yox, təəssüf ki, yoxdur. Bu mövzu həmişə elə Sovet hökumətinin devrində də bir, belə deyək, gizli bir mövzu olub. Yəni, bunu heç vaxt açıb ağartmayıblar, aşkarlamayıblar, istəyir ailədə, istər məktəbdə. Və ona görə də insanlar, gənclər, yəni ki, onlar özlərinin beyinləri necə işləyirsə, necə düşünürlərsə, o cür hərəkət ediblər və bəzən də çoxları müəyyən problemlərlə rastlaşıblar ki, hansı ki, heç bunu valideynlərinə də danışmayıblar ki, sonradan o xəstəliyin müalicəsi, onun həlli də böyük zaman aparıb, müəyyən böyük bir vəsaitlərin hesabına başa gəlibdir. İndinin özündə də mən elə başa düşürəm ki, ailələrin çoxunda bu mövzu qapalı mövzular siyasında. Baxın da indi valideyn oğlu ilə danışmağa utanır və yaxud da ana qızı ilə danışmağa utanır, ata oğlu ilə. Bu mövzuları bu məsələn gənclər harda öyrənsin ki, məsələn bu indi müəyyən şeylərdən istifadə edirlər, dərmanlardan istifadə edirlər, Viagra falan tipli dərmanlardan istifadə edirlər və yaxud da öz başına özünə gedib testosteron hormonu vurduran adamlar var. Bunları necə maarifləndirmək olar? Siz nə təklif edirsiniz bir androloq olaraq, bir ölkənin ziyalısı olaraq nə təklif edirsiniz ki, məsələn
gənclərin cinsi tərbiyələndirilməsi mövzusundakı gələcəkdə o problem yaşamasın. Çünki təkcə bu problemlər deyil, həm də bu geniş yayılmış cinsi infeksiyalara da yoluxurlar gənclər. Məncə bu mövzuda tərbiyəvi həm videolar hazırlansa və eyni zamanda dərslik hazırlansa, təbii ki, androloq və psixoloqun köməyi ilə xüsusi məqalələr və eyni zamanda videolar hazırlansa və bu istər sosial şəbəkədə, istərsə də televiziya ekranlarında bu barədə ciddi maarifləndirici verilişlər olsa, bu müəyyən qədər cəmiyyətdə bu prosesin formalaşmasında, yəni gənclərin təlim-tərbiyəsində, eləcə də bütün insanların seksual sferada müəyyən bilgilərinin artırılmasında çox yaxşı olar. Amma çox təəssüf ki, biz bunlara rast gəlmirik. Ancaq biz televiziya ekranlarında şou proqramları görürük ki, bunlar da artıq mənə gəlir ki, bunların da artıq zamanı çatıb ki, o şou proqramların, mən demirəm ki, hamısı ləğv olunsun, ancaq bir qismi və yaxud da ki, zaman baxımından burada tərbiyəvi və gələcək nəslin formalaşmasında rolu olan xüsusi videolar, xüsusi verilişlərin hazırlanmasına yönəlsin. Yəni ki, o verilişlərə müəyyən mütəxəssislər dəvət eləmək olar. Məncə ən yaxşısı YouTube-dur. Çünki verilişlərdə, yəni televiziyada 24 saat vaxt var da, şou verilişinin 2 saat vaxtı var. Digər vaxtlarda da o kontent yoxdur. O məsələn gənc gedib o verilişə baxmayacaq. Həm də nəzərə alsaq ki, o özəl televiziyalar həmin o verilişlərin üzərində qurulur və bu dəqiqənin içində ChatGPT var. ChatGPT-dən yazıb nələrsə soruşmaq olur. Bax, bunlar indi psixoloji səbəblər falan, yan belə deyək də, ətraf mühitin təsirlərindən danışdıq. Başqa xəstəlik baxımından olaraq biri yaşlanmadır yəqin ki, onun. Başqa hansı xəstəliklər cinsi zəifliyə səbəb ola bilər? Bilirsiniz necədir? Gənc cavan yaşlarda bu zəiflik çox da olmur. Olursa da olmamalıdır. Olursa da onun kökündə mütləq nəsə dayanır. Bu bayaq dediyim kimi ya psixoloji faktordur birinci. Gənclərdə olur adətən bu, yeniyetmə dövründə, sonra cavan yaşlarda olur. Bu psixoloji faktor yenə deyirəm, burada artıq belə ciddi bir qlobal bir müalicəyə ehtiyac olmur. Sadəcə olaraq o adamla yetər ki, düzgün söhbətlər aparılsın, seanslar olsun. Bu psixoloq da bunu edə bilər, androloq da edə bilər. Amma proses dərində olsa əgər, dərinləşsə, onda təbii ki, burada artıq psixiatr, nevroloqun da köməyinə ehtiyac olacaq. Bu bir. Orta yaşlı insanlarda yenə də cinsi zəiflik belə çox qabarıq olmur. Biraz zəif olur. Cinsi zəifliyin dərəcəsi yəni fərqli olur. Ya normal olur, ya anormal olur. Və o pasiyent bunu hiss eləyirsə də çox vaxt özünə sığışdırmır ki, bunun üzərinə düşsün, müalicəsini deyirlər ki, ola bilər yorğunam, ola bilər ki, həyəcanlanmışam, stres keçirmişəm və s. və ilaxır. Amma bu dəfələrlə təkrar olunursa, artıq bu cinsi zəiflik, yəni cinsi aktda adam girə bilmirsə əgər, insan cinsi həyatını yaşaya bilmirsə, bu dəfələrlə təkrar olunursa, yəni 3-5 dəfə, artıq bu deyir, həyəcan təbilini çalmaq lazımdır. Həkimə psixoloji faktoru qayaq qırağa. Bəs hansı xəstəliklər fonunda baş verir? Məsələn, əsasən cinsi yolla keçən infeksiyalar, birinci yerdə dayanır xlamidiya, mikoplazma, ureoplazma, gonoreya, trixomoniyaz və ilaxır infeksiyalar. Hansı ki, bu infeksiyalar vaxtında düzgün müalicə olunmadıqda birinci növbədə cinsi sferaya təsir edir. Yəni ki, cinsi orqana gələn qan axını zəifləyir, mikrosirkulyasiya pozulur və bu insanlarda olan iltihabı proses onlara imkan vermir ki, onlar normal cinsi funksiyasını icra eləsin. Bu bir. Məhz buna görə də cinsi zəifliyi olan insanlar birinci növbədə cinsi infeksiyaların analizini verməlidir. Bu başqa variant yoxdur. Yəni duraq deyək ki, ona dərhal dərman yazılsın və ya o analizlər o yenə də əvvəlki kimi yaxma yolu ilə götürülür. Yoxsa çünki çox adam o yaxmanın ağırlığından qorxurlar. Necə deyirlər, təəssüf ilə demək istəyirəm ki, hələ ki elə bir qeyri-adi bir analiz növü kəşf olunmayıb ki, onu bir asanlıqla götürülsün və sidikdən olmur. Sidikdən və yaxud da ki, qandan. Düzdür, qanla keçən cinsi infeksiyalar o başqa, onu qatmayaq bura. Bir də var ki, cinsi yolla keçən infeksiyalar. Hansı ki, bu cinsiyyət kanalından, yəni ki, penisdən, sidik kanalından daxil olur infeksiya və sonra digər orqanlara sirayət edir. Məhz ona görə də həmin analiz cinsiyyət orqanından götürülməlidir. Amma son vaxtlar bəzən mən rast gəlir, görürəm ki, deyirlər ki, sidik kanalından gələn sidiklə də
bu analizi götürüb yoxlamaq olar, amma bu belə deyil. Çünki sidiyin analizində o infeksiyaların hamısı Tam görsənmir görsənmir. və dəqiq görsənmir. Məhz buna görə də qızıl standart PCR, PZR, buna PCR deyirik biz. Yaxma üsuludur. PCR yaxma üsulunda 8-lik paketi verməklə biz tam şəkildə cinsi yolla keçən infeksiyaların biz orada müşahidə edirik, görürük. Hansısa var, pozitivdirsə var, negativdirsə yoxdur. Yəni bu son illər biz bununla işləyirik. Düzdür, vaxtı ilə bir 20 il bundan qabaq, 30 il bundan qabaq ümumi yaxma, sonra fluorescent mikroskop vasitəsilə onda da virus mənşəli infeksiyaların təyinatı var idi, yəni ki, yoxlanışı var idi. Bunlar olunurdu. Bu biraz çətin bir proses idi. Yəni xüsusi mikroskop olmalı idi, onda baxılırdı o vaxtlar. Amma indi bu asanlaşıb. Laboratoriyada. PCR metodu ilə çox asanlıqla bütün infeksiyaları aşkar etmək olur. Qızıl standart PCR metodudur. Başqa cür mümkün deyil. Sadəcə olaraq steril çubuq vasitəsilə sidik kanalının önündən, yəni ki, pasiyent sidiyə çıxmamış gəlir. Yəni ən azı 4 saat sidiyə çıxmamalıdır. Və gəlir və oradan şirə götürülür yaxma halında. Onu da normal, professional şəkildə götürmək lazımdır ki, pasiyenti incitməsin. Çünki bəzən çox təəssüf ki, aşağı tip personalı, yəni felçerlərə tapşırırlar bu işi. Felçer onu həkim kimi götürə bilmir. Çox kobud şəkildə götürür və uretranın divarını zədələyir. Sonra pasiyent şikayət edir ki, oradan qan gəlir və yaxud sidiyə çıxanda göynədir. Yəni bunu da götürəndə bunu biraz başqa cür çıxmasın, bunu mütəxəssis götürülməlidir, düzgün götürülməlidir ki, o pasiyentdə travma qalmasın. Çox vaxt bir dəfə o kobud götürülən o analiz illər boyu o pasiyentin psixologiyasını pozur. Yəni ki, o pasiyent növbəti dəfə o analiz vermək istəmir. Və gələndə o halbahal olur. Mən şəxsən görmüşəm bu hallarla, rastlaşmışam. Pasiyent həyəcan keçirir, qorxur, kollaps halına düşən xəstələr olub ki, yəni ki, qan təzyiqi kəskin şəkildə aşağı düşür. Və başa salıb, bununla danışanda o deyir ki, məndən bu elə formada götürmüşlər ki, bu analizi mən ondan sonra 2 gün özümə gələ bilmədim, sidiyə çıxa bilmədim, yəni ki, göynətdi, ağrıtdı. Müəyyən qədər ağrılı olur, cüzi ağrı olur, amma dözüləcək dərəcədə. Amma bu o dərəcədə olmur ki, o xəstə ürəyi getsin, orada yıxılsın. Belə şey olmur. Sadəcə olaraq onlar həkimə gələn müddətdə onlara informasiyanı düz vermirlər. Yəni pasiyent gəlir, deyir ki, mən dostum mənə dedi, o da getmişdi. Onu bir günə qoymuşdular ki, orada. Ora mil soxdular, ora nə bilim çubuq soxdular. Belə çox kobud şəkildə bunu izah eləyirlər pasiyentə, dostlarına, ətrafı onun. Və o da gələndə artıq qorxa-qorxa gəlir ki, mən bilmirəm, bəlkə bunu heç götürməyəsiniz və yaxud başqa bir formada. Amma onu da götürməyəndə tam infeksiyalar. Onu götürməyəndə mümkün deyil infeksiyanı bilmək. O çox vacib analizdir. Bu analiz həm cinsi infeksiya şübhə olunanda yoxlanmalıdır. Həm cinsi zəiflik müşahidə edilirsə bu yoxlanmalıdır. Bir də ki, mütləq toy qabağı analizlərin siyahısında mütləq olmalıdır. Amma çox təəssüf ki, bizdə o analizlərin siyahısında ancaq müəyyən qan analizləri, bir də deyəsən adi ümumi yaxmadır. Ümumi yaxmada da o heç tam görsənmir. Mütləq PCR yaxma olmalıdır. O siyahıya daxil olmalıdır. Azər bəy, bu spid virusu indi də aktualdırmı? Yəni yoxsa əvvəl bir ara televiziyalar barbar bağlanırdılar falan bəs. İndi necədir spid? Çox maraqlı bir sualdır bu sual və çox aktual bir sualdır. Ümumiyyətlə HIV də bu hansı ki biz deyirik, bunun elmi adı HIV və sonraki mərhələdə o spidə yəni ki keçir, yəni onu vaxtında qarşısı alınmasa, artıq bu virus varsa əgər qabaqlayıcı tədbirlər görülməlidir. Və son zamanlar siz dediyiniz kimi mən artıq bir ərzində bir neçə bu hallarla rastlaşmışam. Yəni pasiyentlər gəlir, təsadüfi yoxlanış zamanı onlarda HIV aşkarlanır. Bəzən isə özləri gəlirlər, nədənsə şübhələnirlər, bilmirəm, ya özləri hiss eləyir, ya onlarla əlaqədə olan şəxs, tam xanım deyir ki, get bir özünü yoxla. Yəqin ki, onda nəsə var ki, buna deyir. Gəlir və onda da bu HIV virusu aşkarlanır. Yaxşı da ki, vaxtında aşkarlanır. Çünki biz onları birbaşa göndəririk bir nömrəli şəhər xəstəxanasında spid mərkəz var və orada onlar qeydiyyata düşür və hökumət onlara dərman da verir və o qaydaları başa salırlar, necə müalicə alacaqlar və bəzi dərmanlar uzun müddətlidir və o şəxslər artıq cəmiyyətdən təcrid olunurlar. Təcrid olunurlar, yəni ki, o vaxtacan ki, artıq zərərsizləşəndən sonra bunlar, yəni ki, artıq ailə həyatı qura bilərlər və yaxud cinsi əlaqəyə girə bilərlər. O vaxt ki, artıq onlar ətraf üçün qorxulu deyirlər. Düzdür, yenə də öz həyatlarını yaşayırlar.
Amma onlara müəyyən qadağalar olunur, müəyyən müddətdə, müalicə müddətində. Amma ondan sonra yenə də o adamlar yenə cəmiyyətə inteqrasiya olunurlar. Yəni tam sağalır da. Yəni onlar həmin virusun daşıyıcısıdırlar, amma təhlükəsizdirlər. Daşıyıcıdırlar, amma təhlükəsizdirlər. Aktiv formada. Yəni bunu çalışmaq lazımdır ki, ilkin fazada bunu aşkarlamaq. Bunun üçün də həmin pasiyentlər, həmin insanlar da, məsəl üçün kim ki özündə hiss edir ki, məsələn, uzun müddətli bu adam qrip xəstəliyindən tutulub sağalmır. Adətən qrip 1 həftə, 10 gün, 15 gün sağalır da. Yəni bu qrip, virus mənşəli infeksiyalar, istəyir angin olsun, istəyir digər xəstəliklər və s. Bunun bir müalicə müddəti var, müalicənin sağalma müddəti var. Da bu aylarla davam edə bilməz. Amma bu həmin spidə yoluxmuş, HIV virusuna yoluxmuş xəstələrdə bu virus mənşəli infeksiyalar, hava damcı yolu ilə yoluxan xəstəliklər uzun müddət davam edir. Həmin xəstələr immuniteti aşağı salır. İmmuniteti tamamilə məhv edir bu HIV, bəli. Ona görə onlar sağalmırlar uzun müddət. Və eyni zamanda bu xəstələrdə çəki deməli etkisi baş verir. Arıqlayırlar. Mədə bağırsaq pozuntusu, ishal, diareya baş verir. Onlar gün ərzində 7-8 dəfə deməli onlara böyük bayıra gedirlər. Bundan başqa onlarda yuxusuzluq, onlarda tərləmə, onlarda sinir psixoloji gərginlik, bu kimi hallar yaranır. Pnevmoniya, yəni ağciyərin sətəlcəmi xəstəliyi müşahidə edilir və artıq bu o deməkdir ki, bunlar mütləq həkimə müraciət etməlidir. Təbii ki, cinsi istəksizlik də yaranır. Cinsi zəiflik də bəli bunların fonunda baş verir. Ona görə də bu pasiyentlər yəni ki, həmən müraciət etməlidirlər ki, bu qarşısı alınsın. Çünki belə onlar birincisi özlərinə bu ziyandır. Səhəri gün onların orqanizmi get-gedə zəifləyib bu mənfə doğru gedəcək. Digər tərəfdən onlar ətraf mühit üçün, ətraf cəmiyyət üçün qorxuludular, bəli. Bu cinsi zəiflikdən danışırıq. Deməli, siz dediniz ki, əsas bu infeksiyaları siz müalicə edirsiniz. Müalicə proseduru nədir? Bax, indi alternativ tipdə bunu müxtəlif bitkilərlə, sidik qovucularla falan, bəs məkan bunu tövsiyə edənlər var. Siz nə antibiotik müalicəsi mi aparırsınız bu infeksiyalara qarşı, yoxsa necədir başqa? Ümumiyyətlə, cinsi infeksiyaların müalicəsi lap əzəldən, lap əvvəldən protokola uyğun düzgün aparılmalıdır. Yəni ki, birinci analizdən sonra xəstəliyin növü təyin olunmalıdır. Bilək ki, hansı infeksiyadır. Çünki bu infeksiyalar çoxdur bildiyimiz kimi və hər bir infeksiyanın da özünün müalicəsi var. Yəni bir infeksiyanın müalicəsində istifadə olunan dərmanlar digərində istifadə olunmur. Amma çox təəssüf ki, bəzən pasiyentlər, məsəl üçün kimsə xəstələnir, gedir həkimə sağalır. Sonra o digər bir öz dostuna və yaxud tanışına deyir ki, mən getdim, həkim mənə bu dərmanı yazdı və içir, bu da deyir ki, sağalmır, axı sağalmır buna dostuna deyir. O deməkdir ki, deməli səndə başqa infeksiyadır və yaxud da sənin bədənin individual yanaşmalıdır. Bəli, bu düzgün deyil, çünki protokol qaydası var. Müalicədən əvvəl analiz və müalicədən 3 həftə sonra təkrar analiz verilməlidir ki, biz bilək ki, artıq işimiz yekunlaşdı və xəstəlik sağaldı. Amma çox vaxt bunu eləmirlər. Həmin o bizim pasiyentlərimiz səbəb müxtəlifdir. Ya bunların kifayət qədər bu barədə bilgisi, anlayışı yoxdur. Ya istəyirlər ki, məsələni tez həll edəsinlər, gedirlər aptekdən bir dərman alırlar. Amma bu prosesi daha da ağırlaşdırır. Yəni onlar bu xəstəliyi xroniki formaya çevirirlər və xroniki formaya çevrilmiş cinsi infeksiyada cinsi zəiflik yaradır. Xroniki prostatit yaradır. Və bunu bilmirlər və bunu bilmədiklərinə görə sonra müraciət edirlər ki, bunlarda cinsi zəiflik var. Biz də bunun kökünü araşdıranda görürük ki, bunda uzun müddətli çoxdan qalan məsələn xlamidiya var, trixomoniyaz var, gonoreya var və s. Ən problemlisi də ondan ibarətdir ki, bunlar tək özləri xəstələnsəydi, deyir, o dərd yarıdır. Tək özləri yox, özlərdən əlavə bir 5 nəfər, 6 nəfər də xəstələndirirlər. Yəni ki, yüngül həyat tərzi, eyni zamanda bir neçə partnyorla əlaqə, istəyir qadın, istəyir kişi olsun, fərqi yoxdur. Yəni bunların hər ikisi bunu edirlər. Və indi zamanı biraz dəyişibdir, çox təəssüf ki, və bunlar bu xəstəliyi yayırlar. Bu da özü də əslində çox ciddi bir siqnaldır. Yəni ki, xəstəliyi yayan əslində bu məsuliyyətə cəlb olunmalıdır ki, bu xəstə adam digər şəxsə xəstəliyi ötürür. Axı o birisinin günahı yox idi, o sağlamın günahı yox idi.
Buna görə bu məsələ biraz ciddi bir məsələdir. Azər bəy, bu bəs cinsi istəyi artırmaq üçün müxtəlif dərman vasitələrindən istifadə olunur. Öz başına məsələn Viagra tipli də məsələn. Bunlara münasibətiniz necədir? Yəni istifadə oluna bilərmi? Yəni siz tövsiyə edirsinizmi hər hansı bir? Bu ümumiyyətlə dərman mövzusu istəyir bioloji aktiv qida əlavəsi olsun, istəyir kimyəvi tərkibli, molekul tərkibli deməli dərmanlar olsun. Bu çox ciddi bir məsələdir. Yəni bunu mütəxəssis təyin eləməlidir. Əgər bu xəstəyə lazımdırsa, bəli, aşağı dozada məsəl üçün tadalafil tərkibli müəyyən dərmanlar var. Mən Viagra demirəm. Viagra yəni ki, bu ümumi bir götürülmüş addır. Bəli, bu Viagra tipli dərmanlar ümumiyyətlə bütün dünyada müəyyən dozalarda pasientlərə təyin olunur. Amma bunu həkim, uroloq, androloq, dermatoveneroloq təyin edə bilər. O da pasientin vəziyyətinə uyğun olaraq. Adətən bu yaşlı nəslin nümayəndələrinə təyin olunur, xüsusi seçilmiş sxem üzrə. O da bütün xəstələrə yox. O xəstələr ki, ağır ürək xəstəliyi keçirib və yaxud da ki, infarktdan sonra və yaxud da ki, o xəstələr ki, ciddi sinir... Yəni, qan dövranının zəif olan adamlar üçün də. Yəni, mən bilən Viagra ilk dəfə ürək üçün nəzərdə tutulmuş ürək üçün nəzərdə tutulan bir dərman olub. Sonra görüblər ki, bu cinsi sferaya təsir olub. Və o kardioloji xəstələrdə onu sınaqdan keçiriblər və müəyyən dozalarda təyin ediblər və effekt də görüblər. Amma bu o demək deyil ki, bu dərman elə bütün kim istədi getdi aptekdən aldı və bunu qəbul elədi. Və biz bunun şahidi olmuşuq ki, bu pasientlər cavan yaşlı və yaxud da ki, yaşlı bizim nəsil nümayəndələri gedib bu dərmanı öz başına alıb və sonra da çox ağır halla rastlaşıblar. Amma digər tərəfdən mən bir məsələyə aydınlıq gətirmək istəyirəm ki, bu son dövrdə sosial şəbəkədə müxtəlif ixtisas sahibləri, bəziləri çəkim deyib, ola bilər farmasevt olsun, ola bilər fitoterapevt olsun, bəzi dərmanları belə qabarıq şəkildə reklam edirlər ki, bu problemi həll edir. Bu problemi həll edir demək, bu böyük məsuliyyətdir. Çünki onu gedib alan insan o dərmanı içib müəyyən bir başqa bir problemlə rastlaşa bilər. Yəni ki, sağlamlığına zərər vura bilər bunun. Bəlkə bu onun bədəninə düşmür. Ona görə məsələn biz də məsələn müəyyən qida əlavələrini tövsiyə eləyəndə deyirik ki, həkimin məsləhəti ilə. Yəni bu belə də olmalıdır. Yəni bunu deyən adam, yəni bunu reklam edən adam orada deməlidir ki, bunu həkim siz bunu öz həkiminizlə məsləhətləşin. Eləcə də bəzi dərmanların üzərində də bu yazılır. Amma mən sadəcə olaraq baxıram, görürəm, bu reklam xarakterli bəzi dərmanlar və bəzən heç cinsi sferaya təsir eləməyən bir qida əlavəsini reklam edirlər. Hər hansı bir maddəni. İndi onu sizin də qarşınıza yəqin ki, çıxır. Və deyirlər ki, bu cinsi zəifliyi müalicə edir və bu sərtləşmənin qarşısını alır, tez boşalmanın qarşısını alır. Mən baxıram, görürəm ki, bu hər hansı bir elementdir, bir mikro elementdir. Qida əlavəsidir, amma mikro elementdir. Mən adını çəkmək istəmirəm. Sadəcə olaraq mən bunu demək istəyirəm ki, hər hansı bir mikro element və yaxud da ki, bir bitki maddəsi bu problemi həll edə bilməz. Çünki ona atırlar o insanlar. Xüsusilə də infeksiyadırsa... İnfeksiyanın ümumiyyətlə heç bir dəxli yoxdur. Məsələn, ümumi bədəni, belə deyək də, möhkəmləndirmək üçün... İmmuniteti gücləndirmək üçün olar. Bədənin müqavimətini artırmaq üçün olar. Ümumi, belə deyək, ruh döşkünlüyünü aradan götürmək üçün olar, amma onların gücü çatmayacaq cinsi zəifliyi müalicə etməyə. Çünki tək bir dərman, hər hansı bir vitamin, mikroelement bu cinsi zəifliyi müalicə edə bilməz. Bəs həyat tərzi necə? Məsələn, piyada gəzmək olsun, yuxu vaxtında yatmaq, bunlar necə təsir edir? Məsələn, adamlar var ki, indi çox adam 2-də, 3-də yatır. Bu telefon çıxandan sonra, TikTok çıxandan sonra və yaxud da oturaq həyat tərzi çoxalıb. Bunlar necə təsir edir cinsi həyata? Mən bayaqki mövzuya bir fikrimi bildirim. O reklam edirlər bəziləri qida əlavələri. Hətta mənim səsimdən istifadə edib bunu eləmişdilər bilən şirkət. Mən onlara zəng elədim və dedim ki, bunu eləməyin, belə şey. Yəni ki, mən sizi məhkəməyə verə bilərəm də. Bu çox ciddi bir adımdır. Siz mənim səsimdən istifadə edib o... Məndə də eləyiblər. Mənim hansısa bir videomdan səsi götürüb, hansısa bir məhsulun üstlərinə qoyub... Bu yaxşı şey deyil də. Yəni ki, nəysə, o dediyiniz məsələ, hansı ki, həyat tərzi ilə bağlı dediyiniz məsələ çox ciddi məsələdir. İndi zamanə elə bir zamanədir ki, insanlar
istəyir gənclər, istəyir orta yaş, yaşlı nəsil, ümumiyyətlə qarışıb hamısı bir-birinə nə mənada? Bu adamlar gündəlik həyat tərzləri çox gərgin, çox sürətlidir. Yəni bir gündə bir neçə problemi həll etmək üçün çalışır insanlar. Yəni. Qabaq necə idi? İnsan səhər tezdən dururdu, Bir dənə iş oldu. gedirdi işə və o 6 saat, 8 saat indi hərədə bir cürdür da. İşini işləyib gəlirdi və rahat istirahətini də eləyirdi. Qidalanması da normal idi. Hətta vaxt olurdu, mədəni kütləvi tədbirlərə də gedirdi. Zaman var idi ki, insanlar kinoya gedirdilər axşamlar. Bu çox gözəl bir şey idi. Teatra gedirdilər və s. Düzdür, indi də o var, amma biraz qabaqki kimi deyil. Çünki insan o bir məsəl var, deyir, qaçanı qovarlar da. Onlar çalışırlar ki, keçsinlər onlara lazım olan, onlar üçün prioritet olan o problemləri həll eləsinlər ki, bunların yaşayışları üçün müəyyən bir maddi baza olsun. Və bunun üçün çalışırlar və digər tərəfdən də bu zaman onlar normal qidalana bilmirlər, normal istirahət edə bilmirlər, normal gecə yuxusunu ala bilmirlər. Çünki bəziləri gecə də, axşam da kompüterdə işləyirlər və yaxud da ki, gecə növbəsinə çıxırlar. Çünki gecə yuxusu çox önəmlidir. Valla mən arada elə saat 2-də, 3-də elə vaxt olub da, yəni nəsə toydan gələn vaxtım olub. Girirəm Facebookda hamının işığı yanır, yəni yaşıldır. Heç yatan yoxdur. Ən acınacaqlısı da odur ki, bizim həyatımıza sirayət edən bu sosial şəbəkə get-gedə artıq tək bizim yox, yəni ki, dünyada bütün insanların həyatına birbaşa müdaxilə eləyir. Yəni ki, həm psixologiyasına, həm onların istirahətinə, həm onların asudə vaxt keçirməyinə, bunlara qədər artıq o daxil olur. Yəni insan alüdə olur bu sosial şəbəkəyə, telefona da, konkret telefona. Yaxında bir məqaləni oxudum internetdə. Hansısa xarici ölkələrin birində bir kafe açıblar və o kafeyə gələn insanlar öz telefonlarını girəcəkdə təhviq verib daxil olurlar o kafeyə. Orada nə televizor var, nə hər hansı bir belə deyək də enerji içkisi, hər hansı bir alkoqol içkisi, tütün məmulatı, orada heç nə satmırlar, heç nə yoxdur. Ancaq oraya daxil olan insanlar ünsiyyət qurmaq üçün ora gəlirlər. Və orada bir neçə saat otururlar və orada oturmağa görə də ora pul ödəyirlər. Sonradan görüblər ki, bu kafenin deməli işi digərlərindən qat-qat rentabellidir. Yəni ki, insanların bu saatların ünsiyyətə çox ehtiyacları var. Nəinki sosial şəbəkədə vaxt keçirməyə. Bu çox maraqlı bir məsələdir. Bir də son sual olaraq testosteron hormonu ilə bağlı danışmaq istəyirəm. Mən bilirəm ki, bu testosteron hormonu kişilik hormonu da deyirlər buna. Bunun səviyyəsi aşağı olanda da cinsi istəksizlik yaranır. Və bu hormonu necə yoxlayırsınızmı? Yəni siz infeksiyalarla birgə bu hormonun da balanslılığını yoxlayırsınızmı? Və yaxud da kənardan testosteron hormonunun qəbul olunmasına necədir münasibətiniz? Testosteron hormonu mütləq şəkildə yoxlanılır o vaxt ki, xəstə cinsi zəifliyinə qədər müraciət edilibsə, birinci növbədə cinsi infeksiyalar, ikinci testosteronun konsentrasiyası yoxlanılır, yəni ki, bildiyimiz kimi onun azad və total forması var, hər ikisi yoxlanılır. Və bir də ultrasəs müayinəsi, silik cinsiyyət sisteminin uroloji ultrasəs müayinəsi. Bu üç analiz bizə dəqiq informasiya verir həmin pasiyent haqqında. Əgər onun ciddi sinir psixoloji problemi yoxdursa, birbaşa bu problemlərin bu analizlərdən sonra onun cinsi zəiflik müalicəsi. Yəni böyrək, silik hissəsi, böyrək və prostat vəzi bu üç orqan bizə lazımdır, vacibdir. Və bir də lazım olsa əlavə hormonlar, testosterondan başqa prolaktin, luteinləşdirici hormon da yoxlanıla bilər. Əgər övlad problemi varsa, spermatozoid dəmdə aktivliyini yoxlamaq üçün spermoqram analizi də bizə lazım ola bilər. Bir də bayaq dediyiniz o həyat tərzi ki var, o birbaşa testosterona təsir edir. Az yatanda mən bilirəm ki, oxumuşam belə ki, 20-30% testosteron istehsalı azalır. Normada testosteron gecə vaxtı ifraz olunur. Yəni saat 11 ilə 2 arasında bu baş verir. Melatonin hormonunun ifraz olunduğu vaxtda da həmin dövrdə bəli testosteronun ifraz olunduğu vaxt həmin dövrə düşür. Amma çox təəssüf ki, bəzən bizim gənclər və yaxud da ki, bizim bəylərin çox hissəsi məhz həmin dövrdə aktiv bir fəaliyyətdə olurlar, ya telefonda olurlar, ya televiziya baxırlar, ya bilmirəm,
müxtəlif işlərlə məşğul olurlar və buna görə də o proses pozulur və yuxusuzluq testosteronun azalmasının əsas faktorlarından biridir. Bir də ki, zərərli vərdişlər, orada daxildir tütün, alkoqoldan həddən ziyadə istifadə etmək. Bundan başqa, məsələn, işlə bağlı ola bilər ki, həmin insanlar gecə yatmasınlar. Amma bu rejimlə olanda yenə kompensasiya eləyir. Amma adam da var ki, hər gün gecə növbəsindədir. Bu belə olmamalıdır. Çünki gecə növbəsindədirsə, bu demək gecə yatmır. Və çox vaxt gələn pasientlərin bir qismində mən görürəm ki, onlar gecə olduqlarına görə cavan adamlardır. Təxminən 30-40 yaş arası, 45 yaş arası insanlarda cinsi zəiflik baş verir. Və onlar bunu dərhal hiss eləmirlər. Məsələn, 2 ildir, 3 ildir eyni işdə işləyirlər. Əvvəl hiss eləmirlər. Amma bir müddətdən sonra yavaş-yavaş o konsentrasiya düşür aşağı, testosteronun faizi düşür aşağı. Adətən cavan yaşlı adamlarda bu səbəbdən gecə yuxusu, bir də ki, deməli, həyat tərzinin düzgün olmaması nəticəsində, düzgün yaşamadıqlarına görə bu baş verir. Amma yaşlı adamlarda təbii ki, hər il 0,1% testosteronun deməli, konsentrasiyasının aşağı düşməsini biz görürük və onun da qarşısını almaq üçün profilaktik tədbirlər var. 50+ xəstələr üçün müəyyən profilaktik tədbirlər var. Bu həm müalicəvidir, həm də ki, fizioterapevtik metodların köməyi ilə, yəni bura nə daxildir? Bura daxil müəyyən idman hərəkətləri, müəyyən məsəl üçün müalicəvi, profilaktik fizioterapiya metodları ki, bunları həkim başa saldıqda pasiyentə onun konsentrasiyası normaya yaxınlaşır və o adam normal testosteron səviyyəsində cinsi fəaliyyətini davam edə bilir. Eyni zamanda qidalanma təbii ki, çox önəmlidir. Müəyyən qida vasitələri ki var, hansı ki, gündəlik onları istehlak eləsə, həmin pasiyent bərpa eləyə bilir öz normal testosteron funksiyasını. Azər həkim, təşəkkür edirəm. Növbəti mövzumuz yəqin ki, kişi sonsuzluğundan olar. Çünki kişi sonsuzluğu da məncə kifayət qədər yayğındır. Hətta mən bir statistika ilə tanış oldum ki, artıq 50-nin 50-yədir kişi sonsuzluğu. Növbəti müsahibəmiz, siz də etiraz eləmirsinizsə, bu barədə eləyərik. Elə 2026-nın ilk aylarında eləyərik bu barədə. İnşallah böyük məmnuniyyətlə. Yəni bu müsahibəni izləyən tamaşaçılar da bizim müsahibəmizi gözləsinlər. Dostlar, bax, müsahibə boyunca videonun altında olan nömrə Azər bəyin nömrəsidir. Hər hansı bir problem varsa, Azər bəyə birbaşa zəng eləyə bilərsiniz və yaxud da WhatsApp-la yaza bilərsiniz qəbula yazılmaq üçün. İzlədiyiniz üçün təşəkkürlər. Videomuzu bəyənin. Bu maarifləndirici bir müsahibədir. Bu insan sağlamlığıdır. Yəni bəzən utanıb, sizin çəkinib bu problemi soruya saxlamaqla, özü düzələr deməklə bir gələcəyinizə bir belə deyək də, yəni zərər vurmuş olursunuz. Ona görə də vaxtında həkimə müraciət etmək vacibdir. Azər bəy, sizə təşəkkür edirəm. Çox sağ olun. Mən də sizə təşəkkür edirəm. Dəvət üçün sağ olun. Sağ olun.